Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 11-ci sualın cavabını verəcəm. Gəlin sualımıza baxaq. Deyir ki, 3 səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. İkinci və üçüncü səhifədə olan simvolların sayını istəyir və Unicode kodlaşdırma sistemində. Əvvəlcə xəyalən 3 dənə belə deyək səhifəmizi çəkək. Gəlin yazım. Bir dəqiqə. Aha. Deyək ki, bu olsun birinci səhifəmiz. Aha, bu olsun bir, bu olsun iki, bu da üçüncü səhifələrimiz. Aha, indi bizə deyir ki, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Deyək ki, birinci səhifədə informasiyanın həcmi elə h yazaq da, həcmi h-dır, bilmirik nə qədərdir. Və deyir ki, hər səhifə özündən sonraki səhifədən 3 dəfə azdır. Yəni bu h-dırsa özündən sonra gələn olacaq. Deməli, öz-özünə 3h, 3 dəfə az deyil, 3h. Və üçüncü səhifə olacaq 3 dəfə 3, yəni 9h olmuş olacaq. Və bizə deyir ki, 3 səhifədə olan informasiyanın ümumi həcmi 2600 baytdır. Deməli, biz bu səhifələrdəki həcmi toplayıb 2600-ə bərabər eləsək, buradakı h-ı tapa bilərik. Gəlin yazaq. Aha, yazırıq belə. Deməli, h plus 3h plus 9h bərabər 2600 bayt. Buradan həcmi tapa bilərik. Yazacağıq. 13h bərabərdir 2600 bayt. Buradan həcm nə qədər eləyəcək? Həcm eləyəcək 200 bayt. Deməli, mən burada birinci səhifədəki informasiyamızın həcmini tapdım. Buna əsasən, deməli, h-ın qiymətini yerinə qoyub ikinci və üçüncü səhifələrdə olan informasiyanın həcmini tapa bilərəm. Deməli, burada olacaq dediyim kimi 200 bayt. Burada nə qədər olacaq? 200 vurulmuş 3, 3 dəfə eləyəcək 6, 600 bayt. Burada isə deməli 200 vurulmuş 9 o eləyəcək 1800 bayt. Deməli, ikinci səhifədə 600 bayt informasiya var, üçüncü səhifədə 1800 və əldə etdiyimiz bu məlumatlar əsasında deməli mən simvol sayını tapmalıyam. İkinci və üçüncü səhifələrdə olan simvol sayını Unicode'a əsasən. Gəlin yazaq. Deməli nə edirik? Birinci yazım elə buradan ikinci səhifənin həcmini. Deməli, ikinci səhifədə h nə qədərdir? Deməli 600 bayt. 600 bayt. Unicode isə Unicode'da bilirik ki, bir simvol yaddaşda belə deyək də 2 bit, özür 2 bayt və ya 16 bit yer tutur. Biz də burada həcmi baytla verdiyinə görə elə baytla hesablamamız daha doğru olacaq. Deməli, burada nə edirəm? Gəlirəm bu verilənlərə əsasən deməli, simvolların sayını tapa bilirəm. Deməli, necə tapacam? Biz bilirik ki, bir düsturumuz var idi. Simvolların sayı vurulmuş i bit bərabərdir həcmə. Bu düsturumuza əsasən simvolların sayını tapsaq, bu vurulmadır. Sadəcə simvol sayını biraz sözü qısaldıram burada. Simvol sayını tapsaq, həcmi, yəni 600 baytı böləcək 2 bayta. Burada nəticə necə eləyəcək? Bunlar gedəcək, qalacaq 300 dənə simvol. Bu olacaq ikinci səhifədə olan simvolun sayı. Yazıram 300 simvol. İndi gəlirəm üçüncü səhifədəki simvolun sayını tapmağa. Yazıram üçüncü səhifə. Həcm nə qədərdir? Həcm 1800 baytdır. Deməli, Unicode dediyinə görə Unicode. Burada 2 bayt götürürük, bayaq dediyim kimi. Və biz burada nə edirik? Burada yenə biz simvolların sayını tapmaq istəyirik. Deməli, nə edirəm? Simvol sayı bərabər, yenə bu hissədə olduğu kimi. Həcm, yəni 1800 bayt bölünmüş Unicode, yəni 2 baytı. Buradan yenə baytlar gedəcək. Simvolun sayı olacaq, deməli, 900 dənə simvol. Deməli, burada nə edirik? Əvvəl hər bir səhifədə olan informasiyanın həcmini tapdıq. Gördük 200 burada da, 600 burada, 1800 burada. Daha sonra bu həcmlərə əsasən Unicode-da verildiyinə görə verilmiş bu düsturumuza əsasən ikinci və üçüncü səhifədə olan simvolların sayını əldə etmiş olduq. Deməli, ikinci səhifədə 300, deməli, üçüncü səhifədə isə 900 simvol olmuş olacaq. Cavabımız olacaq C variantı. Ümid edirəm fikrim aydındır. Bu qədər. Sağ olun. Allah'a əmanət.